Bismillahirrahmanirrahim. Elhamdülillah, salatu vesselamu ala Resulillahi ve ba'd. Və biz sizlə yetişdik 154-cü ayə. Rəbbimiz buyurur ki, bu ayədə وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٍ. Allah yolunda deyir, öldürülənlərə ölülər deməyin. Və buyurur İmam Bəğavi, nəzələt fi qatlə bədrin minəl muslimin. Yəni bu ayə nazil olmuşdur Bədir döyüşündə öldürülən şəhidlər barəsində. Və kənu ərba'ətə aşara rəculən. Və onlar deyir, 14 nəfər kişi idi. Yəni Bədir döyüşündə şəhid olanlar 14 nəfərdir. Sittətun minəl mühacirin və thəmaniyyətun minəl ənsar. 6 nəfər onlardan mühacirlərdən olub, 8 nəfər isə ənsarlardan idi, yəni Mədinə əhlindən. Kənən nəsu yəqulunə limən yuqtalu fi səbilillahi mətə fulanun və zəhəbə anhu nə'iməd dünya və ləzzətuhə. Yəni, nəyə görə Rəbbimiz bu ayəni nazil etdi? Çünki insanlar, bir dəstə insanlar, onlar deyirlər ki, yəni kimsə dünyasını dəyişsəydi, yəni ölsəydi, onlar deyirlər ki, filan kəs deyir, öldü. Yəni, mətə, meyyit sözündəndir də. Deyirlər ki, filan kəs öldü və onun deyir, əlindən getdi deyir, dünyası və onun ləzzətləri. Yəni, dünya və onun ləzzətləri ondan getdi deyir artıq. Və buna görə də Rəbbimiz ayəni nazil etdi, yəni onlar o sözü həmçinin şəhidlər üçün dediklərinə görə dedi ki, وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٍ. Dedi, yəni Allah yolunda öldürülənlərə siz deyir, ölülər deməyin. Bəl əhyəun vələkin lə təş'urun. Əksinə onlar deyir, diridirlər. Lakin siz deyir, bunu hiss etmirsiniz. Subhanallah. Kəmən qalə fi şuhədəy Uhud. Həmçinin Rəbbimiz ondan sonraki döyüş, Uhud döyüşündə öldürülənlər üçün də 70 dənə necə şəhid verilir orada. Onlar barəsində də buyurur ki, وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا ف۪ي سَب۪يلِ اللّٰهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ. Fikir verin, bu ayədə nə deyir? Deyir, Allah yolunda öldürülənləri ölülər deyir, hesab etməyin. Əksinə, onlar diridirlər, Rəblərinin yanında ruzulanırlar. Rəblərinin yanında ruzulanırlar. Qaləl Həsənül Basri, Həsənül Basri buyurur ki, İnnə şühədə əhyə indəllah. Həsənül Basri deyir ki, şəhidlər Allah yanında diridirlər. Tu'radu ərzaquhum alə ərvahihim fəyəsul iləyhimər-rəvhu vəl-fərah. Deyir, onlara ərz olunur. Yəni, şəhidlərə, onlara deyir, ərz olunur. Onların ruhlarına ərz olunur. Ruzuları, o da gözəl ətir iyi, yəni cənnətin gözəl iyi və həmçinin sevgi və sevinç. Subhanallah. Yəni, Allah yolunda şəhid olanlar, onlar xeyir içərisindədirlər. Hətta qəbirlərində belə xeyir içərisindədirlər. Kəmə tu'radun nəru alə ərvahi əli fir'auna qudvətən və əşiyyə fəyəsulu iləyhimul vəcə'. Necə ki deyir, cəhənnəmin odu və onun iyi qoxusu Fironun əhlinə gecə və gündüz ərz olunur. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur, yu'raduna aleyhim quduvən və əşiyyə və yevmə yəqumu sə'atu udxilu ələ fir'aunə əşəddəl əzəb. Yəni, o gün Allah Azə və Cəllə deyəcək ki, salın deyəcək cəhənnəmə Fironu və onun əhlini. Yəni, onun misilində olanları. Lakin qəbir həyatında isə Allah Azə və Cəllə toxunur ki, və o ayəyə istidlal ediblər alimlər ki, qəbirdə əzablar var. Onlar deyir, gecə və gündüz. Yəni, səhər və axşam onlara o əzab neynir? Hətta qəbirdə belə
onlara ərz olunur və onlar onun ağrısını çəkirlər, hətta qəbirdə. Və necə bilirsiniz ki, əziz qardaşlar, burada bir şey toxunmaq istəyirəm. Bu ayə bir çox bidət əhlinin, yəni əşarilər olsun, bütün növləri ilə, sufilər olsun, bütün növləri ilə, eləcə də həmçinin rafizilər və yaxud da şiyələr və qeyriləri, onlar bu ayəni gətirirlər, dəlil ki, güya nədir? Bəziləri imamlar eşidir, bəziləri ki, Peyğəmbər bizi eşidir, bəziləri övliyalar bizi eşidir. Yəni, hamısı bu ayəyə istinad edirlər və ona görə də nə edirlər? Düşürlər cürbəcür şirki, təvəssül adı ilə şirkə. Görə təvəssül edərək, övliyalarla, imamlarla, Peyğəmbər sallallahu aleyhi ve sellemlə və s. nə edirlər? Düşürlər şirkə. Ona görə bu onların nə deyirlər? Lakin Uca Rəbbimiz onların, ona görə onlar nə deyirlər? Yəni bidət əhli deyir ki, yəni şəhidlər, deməyin ki, onlar ölüdülər, onlar əksinə diridirlər. Lakin diridirlər, harda diridirlər? Və bir də onların diri olması, yəni hansı mənada dirilikdir, yəni? Bizim başa düşdüyümüz mənada mı diri olmaqdır? Yəni bizim kimi diri? Cavab şək yoxdur ki, yəni elə də deyil. Yəni onların işte başa düşdüyü kimi deyil. Onlar diridirlər Rəblərinin yanında. Bu bir. Çünki Allah deyir ki, indəllah. Yəni Allah yanında onlar diridirlər. Və sonra bərzəx həyatı ilə dünya həyatının arasında böyük fərq var. Onlar orada cənnəti görür, cəhənnəmi görür. Lakin biz bu dünyada nə cənnət görürük, nə cəhənnəm. Yəni o həyatın nəyi var? Öz yeri. Bir də ki, onlar Allah qatında diridirlər. Allah bu cürə vəsf eləyib onları. Lakin necə və nə tər formada onlar ruzulanırlar və s. Bu bir Allah bilir. Yəni o heç bizə belə məlum deyil. Çünki hələ ki qeybi məsələdir. Yəni insan onu yalnız öləndən sonra biləcək. Qəbrində ki, yəni orada nemətlənmə, yəni ruzu verilməsi, yəni nə tər olur və necə olur? Və sonra isə növbəti ayədə buyurur ki, Rəbbimiz وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Və sonraki ayədə isə Rəbbimiz deyir ki, biz sizi deyir imtihan edəcəyik, yoxlayacaq. Yəni burada buyurur ki, İmam Bağavi وَلَنَخْتَبِرَنَّكُمْ يَا أُمَّةَ Muhammed. Ey Muhammedin ümməti sallallahu aleyhi və səlləm. Biz sizi deyir imtihan edəcəyik. Yəni yoxlayacağıq. Burada deməli Allah Azze və Cəllə bunu deməsi ilə yəni and içir. İmam Bağavi buyurur ki, təqdirdə and içir. Yəni deyir ki, vallahi Allaha and olsun ki, biz sizi imtihan edəcəyik. Vəl-ibtila, yəni nəbluvennekum sözü ibtila sözüdür. Yəni ibtila minallah li izharil muti' minel maasi. Nəyə görə Rəbbimiz ibtila, yəni bəlalar göndərir bu ümmətə? Nəyə görə Rəbbimiz bu ümmətə bəlalar göndərir? Yəni bəlaların bu ümmətə gəlmə səbəbi nə üçündür? Allah Azze və Cəllə toxunur bu ayədə ki, bəlalar nə üçün gəlir bu ümmətə? Nəyə görə müsəlman ümməti bu günləri bəlaların içərisindədir? Hər bir türlü bəlalarla. Cürbəcür növ bəlalardır gəlir müsəlmanlara. Lakin Rəbbimiz bu ayədə neynir? Açıqlayır onu. Deyir ki, Allah Azze və Cəllə İmam Bağavi buyurur, Allah Azze və Cəllə qullarını, möminləri ibtila eləyir, onlara bəla verir ki, asi olanı itaətkardan seçmək üçün. Asi olan kəsi itaətkar olan kəsdən seçmək üçün. وَلَا لِيَعْلَمَ شَيْئًا لَمْ يَكُنْ عَالِمًا بِهِ. Heç də yəni bu o demək deyil ki, Uca Rəbbimizin insanları imtihan etməsi, yəni Allahın hansısa bir elmində gizli qalan bir şeydir ki, onu Allah bilmirdi qulları barəsində.
və ona görə imtahan etdi. Yox, xeyr. Allah, yəni fikirləşin ki, Rəbbimiz bizi xəlq etməmişdən 50 min il öncə, hansı ki o artıq lövh-ü məhfuzda əmr etmişdi yazılmasını, ki, yer üzündə məxluqlar olacaq. Hər birimizin əməli yazılmışdı artıq orada. Adı, soyadı, atasının adı, harda doğulacaq, hansı ildə, hansı gün, necə, bütün əməllərimiz bizim lövh-ü məhfuzdadır. Yəni Rəbbimiz bizi xəlq etməmişdən qabaq tanıyırdı ki, biz kimik və bilirdi ki, kim bizdən itaət sahibi olacaq, kim asi olacaq. Lakin burada olan məqsəd, Allah Azze və Cəllə deyir ki, biz sizi imtihan edəcəyik. Biraz qorxu ilə, biraz aclıqla, biraz mal qıtlığı ilə, biraz nəfsinizlə, yəni xəstəliklərlə və biraz səmarat, yəni meyvə qıtlığı ilə, çatışmamazlıqla və orada həmçinin təfsirdə gələcək, yəni səmaratın başqa mənaları da var. Və ayənin sonunda nə deyir? Deyir ki, və bəşşiril əs-sabirin. Subhanallah. Deyir, səbr edənləri deyir, müjdələ. Ya Muhammed. Yəni, səbr edənləri deyir, müjdələ. Yəni, bu şeylərlə Allah imtihan eləyir müsəlmanları. Səbr eləyənlər üçün müjdə var. Amma səbirdən çıxanlar, hamısı görürsən nədir? Üst tutur hara? Şirkə də düşür, küfrə də düşür. Nədir ki, dünya malı qazansın deyənə? Aydındır, 5 manat pul qazansın deyənə, özünü atır hətta şirkə, küfrə, bidətə, fərqi yoxdur. Ən əsas odur ki, pul qazanım. Lakin səbr edənlər isə, görürsən ki, səbr edirlər. İmanlarını qoruyurlar. O böyük günahlardan, xüsusən qorxurlar şirkə düşməkdən, küfrə düşməkdən. Və buyurur ki, İmam Bağvi Rahiməllah, deyir ki, Allah Azze və Cəllə buyurur ki, bir şeyin minəl xavf. İbn Abbas buyurur ki, yəni xavful adu. Yəni Rəbbiniz deyir, sizi imtihan edəcək düşman qorxusu ilə. Yəni bu günləri Allah göstərir düşmanı, onun böyük silahı var, nə bilim, böyük qoşunu var, filandır, peşmandır, yığılışıblar, nə bilim, 30 dənə ölkə və s. Aydındır, qorxudurlar. Yəni Allah Subhanahu bununla nə həmçinin eləyir? İmtihan eləyir möminləri. Və sonra buyurur ki, vəl-cu' və acılıqla imtihan eləyəcək sizi. Və burada məqsəddir, yəni qaht, yəni görürsən, quraqlıq düşür. Yağış yağmır. Aylarla yağış yağmır. Quraqlıq düşür və bitkilər bitmir, ağaclar meyvə vermir. Və həmçinin buyurur ki, və naqsim minəl əmval. Həmçindir mal naqisliyi ilə, yəni pulun naqisliyi ilə. Hansı ki, insanlar gecə gündüz onun arxasıcadır. Həmçinin bundan da deyir, Rəbbiniz sizi imtihan eləyəcək. Yəni, xusran vəl-hələk. Yəni, görürsən ki, insan əlində pulu var idi, qoydu hansı bir ticarətə, bankrot oldu. Yəni, ziyana uğradı. Müflis oldu. Hə? Bu da xüsrandır. Yəni, nədir? Ziyandır. Və həmçinin bir növ qul üçün nədir? Bəladır. Subhanallah. Və yaxud da xəsarədə düşür. Yandı, getdi, malı əlində olan nəyi var etsə, yandı, həlak oldu, tələf oldu. Heç nə qazana bilmədi. Müsəlmanlara başlayır. Bunların hamısı nədir? Kəffarədir günahlara. Həmçinin ibtilədir Allahdan. Seçmək üçün necə dedik? Hə? Asini itaətkardan. Görə kim orada səbr edəcək, şükür edəcək Rəbbinə və biləcək ki, bu Rəbbindəndir. Və sonra həmçinin buyurur ki, vəl-ənfus və həmçinin Rəbbiniz deyir, sizi imtihan edəcək nəfsinizlə, yəni bil-qatli vəl-məvt, yəni öldürülməklə, ölümlə, həm ölüm, həm öldürülmək, yəni öldürürlər müsəlmanları, qətl edirlər, zəif olduqlarına görə. Necə bir nə baş verir Fələstində. İmtihandır. Allah Subhanahu bu ümməti imtihan edir. Seçmək üçün kimi?
Yəni kimlər biləcək ki, bu Allahdandır? Allahın əmridir. Bunu 50.000 il öncə insanları xəlq etməmişdən qabaq yazmışdı. Ki, müsəlmanların başına orada bu gələcək. Və onu kəffarə edir Rəbbimiz öz qullarına, möminlərə. Və qilə bil marad və şeyb, həmçinin deyilib ki, nəfsən imtihan xəstəliklərdir və eləcə də həmçinin saçın və başın ağarmasıdır. Yəni, insan görsən ki, birdən-birə cavan vaxtından yavaş-yavaş tədricən nə olur? Qocalır və özündə zəiflik hiss eləyir, bədənində saçları ağarır, saqqalı ağarır və sonra buyurur ki, vəs-səmərat, eləcə də sizi səmərələrlə imtihan edəcək, yəni əl-həvaic, əl-cəvaih fi's-simar, daha doğrusu meyvələrin çatışmamazlığı ilə, yəni olmaması ilə və deyir İmam Şafiidən, diqqətli olun, çox gözəl kəlmədir. İmam Şafiidən hekayə olunur ki, İmam Şafii deyirdi. Diqqətli olun, görün nə deyir. Əl-xovfu xovfullahi teala vəl-cəv'u siyamu Ramadan. Yəni, xovf kəlməsi bu ayədə ki, Allah sizi qorxu ilə deyir, imtihan eləyəcək, yəni Allah qorxusu ilə. Görək kim sizdən qorxacaq Allahdan? La ilahə illallah. Görək kim sizdən deyir Allahdan qorxacaq? Həqiqi şəkildə. Subhanallah. Və deyir, aclıq kəlməsinə gəldikdə isə məna odur ki, yəni Ramazan ayını oruç tutmaq. Görək kim sizdən orucu tutacaq? Çünki zarafat deyil, yəni bir ay ac qalırsan. Yəni, subhanallah, oruç tutursan. Elə insanlar var ki, görürsən, iş görür, işi də ağır olur və s. Və yaxud da elə bir yerdə olur ki, yəni çətindir və s. Aydındır. Yalnız Rəbbimiz imtihan eləyir. Və həmçinin buyurur ki, وَنَقْسِمْ مِنَ الْأَنْوَالِ أَدَاءُ الزَّكَاةِ وَالصَّدَقَاتِ. Həmçinin deyir, mal naqisliyi ilə İmam Şafii buyurur ki, yəni Allah deyir, sizi imtihan eləyəcək zəkat verməklə, sədəqə verməklə. Görək kim sizdən zəkatını çıxaracaq? Kim sizdən sədəqələrini verəcək? Çünki bu nədir? Asi ilə itaət edən qulun arasında olan fərqdir. Həmçinin buyurur ki, İmam Şafii vəl-ənfus, deyir, nəfsinizlə sizi imtihan edəcək, yəni xəstəliklərlə, əl-əmrad, xəstəliklərlə. Amma səmərə sözündə isə İmam Şafii buyurur ki, Allaha sığınırıq bunlardan, deyir, səmərələrin, deyir, azalması, yəni evladların, deyir, ölməsidir. لِأَنَّ وَلَدِ الرَّجُلْ ثَمَرَةُ قَلْبِ. Çünki, deyir, bir kişinin, deyir, evladı, onun qəlbinin, deyir, nədir? Qəlbinin, belə deyək də, yəni məhsuludur. Qəlbinin, yəni baharıdır. Qəlbinin meyvəsidir. Allah subhanallah bununla da insanları, müsəlmanları imtihan edir. Çünki bu şey çox vaxt baş verir. Yəni, hər kəsə yox, lakin kimə yazıb Allah subhanallah. Və insan bilməlidir ki, bunlar hamısı nədir? İbtilədir Allahdan, imtihandır. Və sonunda isə buyurur ki, وَبَشِّرِ الصَّابِرِينَ عَلَى الْبَلَايَ وَالرَّزَايَ. Deyir, səbir edənləri, deyir, müjdələ, o kəslər ki, o bəlalara, yəni o alçaldıcı, yəni bir növ əzablara səbir ediblər bu dünyada. Yəni, ona görə müsəlmanların hal-hazır qardaşlar, belə baxanda çox ölkələrdə görsən nədir? Həqiqətən acınacaqlı bir haldır. Lakin biz onlara hansı gözlə baxmalıyıq? Yəni, bəzi insanlar baxanda deyirlər ki, müsəlmanlar geridə qalıb. Kimlər ki, məsələn, oturublar bu günləri kafir dövlətlərində, Avropası olsun, Rusiyası olsun və s. özü pul qazanır, məsələn, hansısa bir şeye sahib olub və baxır müsəlman ölkələrinə, sonra nə edir? Başlayır müsəlmanları pisləməyə və qınamağa və kafirləri tərifləməyə ki, kafirlərə baxın, deyir, necə qabağa gedib, kafirlər nə bilim kosmosa çıxır, kafirlər nə bilim nə edir.
Bizim müsəlmanlara bax, deyir, nə gündədirlər və s. Vallahi, sənin müsəlmanının ən fasiq olanı var, ən fasiq olanı, ən belə deyək ki, ən aşağı səviyyədə olanı, sənin o kosmosa çıxan ən varlı, ən ağıllı kafirindən Allah qatında fəzilətlidir və xeyirlidir. Çünki o müsəlmandır. Nə qədər də onun günahı olsa, nə qədər də o zəif olsa, onun başına gələn bəlalar, o bilir ki, o Allahdandır. Amma o kafir isə, o deyir ki, təbiətdəndir. Təbiətin qanunudur. Hə? Deyir, o özünü qazandığında deyir ki, mən özüm qazandım. Öz ağlımla, öz əlimlə. Təbiət deyir, bunu belə istədi. Təbiət onu elə istədi. Ona görə hətta alimlərimiz buyururlar, o müsəlman əgər müsəlmanları pisləyirsə, bu cür şəkildə qorxulur ki, onun halından deyir, o kafir olmasın. Elə insanın öz halından qorxulur ki, o insan kafir olmasın. Nəyə görə? Çünki o deyir, müsəlmanları aşağılayır. Yəni, Allah Azə və Cəllə bunu yazıb müsəlmanlara, müsəlmanlar ona iman gətiriblər. İman gətirdiklərinə görə Allah Azə və Cəllə müsəlmanları bu cürə yəni, əziyyətlərlə, hətta alçaldıcı da olsa, bu dünyada bundan imtihan eləyib. Lakin Allah Azə və Cəllə gör nə deyir? Ayənin sonunda deyir, səbr edənləri deyir müjdələ. Özündən çıxanlar, nə çox özlərindən çıxanlar var ki? Özündən çıxıb heç kəs heç bir xeyrə çatmır. Yalnız ziyandan başqa. Kim ki səbri tərk edirsə, o yalnız ziyana uğruyur. Heç vaxt qələbə qazanmır. Amma səbr etməklə insan həmişə qələbə qazanır. Peyğəmbər sallallahu aleyhi ve sellem həyatına baxsaq, biz bunu görərik. 13 il Kəbənin yanında təhqirlə, söyüşlə, alçaldıcı sözlərlə, hətta namaz qılardı, hətta səcdəyə gedəndə gətirib deyir, belinə dəvənin içalatını qoyurdular. Yəni, o cürə alçaldırdılar Allah Rəsulü sallallahu aleyhi ve sellem'i. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gücdə və qüvvətdə yüzlərlə kişidən güclü idi. Yəni, onda 100 dənə kişinin gücü var idi. Subhanallah, onunla belə Peyğəmbər sallallahu aleyhi ve sellem bir dənə kafirə bir dənə çıtma vurmadı. Bir dənə şapalaq vurmadı. Aydındır, səbr etdi. Səbr etdi ki, nə? Məqsəd, yəni onun tövhidi yaymaq idi. Səbr etdi. Və onun yolunda Allah Azə və Cəllə bizə deyir ki, sizin üçün deyir, Allah Rəsulunun yolunda gözəldir, nümunələr var. وَلَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Kim ki sizdən deyir, gör nədir ayədə? Kim ki sizdən dünyanı və ahirəti deyir, istəyirsə, onun üçün deyir, Peyğəmbərdə gözəl nümunələr var. Yəni, subhanallah, ən böyük nümunə nədir? Səbir. Ən böyük nümunə. Bu günləri bizdən birinə gəlib bir kafir təhqir edici bir sözsə, darmadağın eləyər onu. Aydındır? Şək yoxdur ki, yəni, sənə söz deməsi nəyə görə olacaq? Dinivə görə, saqqalva görə, yəni videoya görə və s. Aydındır? Dinivə görə sənə sataşır kafir. Dinivə görə sənə dil uzatır. Səni təhqir eləyir və s. Peyğəmbər sallallahu aleyhi ve sellem təhqir olunub, lakin o səbr edirdi. Çıxmırdı, yəni cızığından qırağa. Amma bu günləri isə əksinə də hər şey müsəlmanlarda. Ona görə görürsən ki, nə? Səbirdən qırağa çıxdıqlarına görə ziyana uğrayırlar. Yalnız ziyandır. Yalnız ziyan. Peyğəmbər sallallahu aleyhi ve sellem fikir verin, 13 il o dəvətin bəhrəsi gəldi Mədinəyə, balaca bir dəstə ilə, o dəstə ilə Allah yolunda cihad etdi, nə boyda ölkələri zəbt elədilər. Nə ilə zəbt elədilər? Səbirlə, imanla, elm öyrənməklə. Onlar tank düzəltmirdilər. Necə bir günləri, məsələn, bəziləri müsəlmanları təhqir eləyirlər. Müsəlman dövlətlərini həmçin.
ki silah yoxdur filan yox. Peyğəmbər sallallahu əleyhi və səlləm də onların da nə tankı var idi, nə stribitili, nə bir şey. Ədədləri də belə kafirlərdən də az idi. Gedin baxın Mu'tə döyüşünə, Mu'tə döyüşü, hansı ki Yardaniya tərəfdə Rumlularla olur. Xalid ibn Validin döyüşü. 3000 nəfər 200 min 200 min nəfərlə döyüşür. Və indi bir dənə oturun, elə bir dənə fikirləşin. Bu yaxında hətta qardaşlardan biri onun şəkil formasını da atmışdılar qrupa. Yəni 200 min dayanıb, qabağında da 3000 nəfər. Baxın 3000 nəfərə, baxın 200 minə. Elə bir ki 3 nəfər 2000 adamla döyüşür. 3 nəfər. Subhanallah. Amma bu günləri isə milyonla müsəlman hardasa döyüşürlər, hansısa balaca bir kafir dövləti ilə, lakin heç eləyə bilmirlər. Nəyə görə? Çünki yoxdur səbir, yoxdur o iman lazım olduğu şəkildə. Hansı ki o var idi sahabələrdə. Sahabələr o imanı öyrənirdilər Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Onlara cihad əmr olunmadı ta ki imanlarını gücləndirməyincə, elmə sahib olmayınca və iman qəlblərində güclənməyincə, bərqərar olmayınca cəsədlərində, verici də səbirli və təmkinli olmayınca nə qədər əziyyətlər çəkdilər. Aclıq, qorxu, oradan ora qaçırdılar, buradan bura qaçırdılar. Allah ondan ucaltdı onları. Hətta Quranda nazil etdi ki, Rəbbi onlardan razıdır. Onlar da Rəbbindən razıdırlar. Ona görə nicat yolu onların yoludur. Kim onların yolundan başqa yol axtarırsa, özünə uğur qazanmağa, nicat və s. Vallahi o insan həlak olur. Və həlak da olur. Tarix, yəni yaşadığımız illərdə də görürük insanları cürbəcür. Cürbəcür, məsələn, o insanlar ki, firqələr yaradırlar özlərindən, cəmaatlar yaradırlar. Cürbəcür bayraq qoyurlar özlərinə, qaydalar qoyurlar özlərinə, hizbilər kimi. Və o qaydayla sən əgər uyğun gəlsən, onda sən onların cəmaatındansan. Əhlən və səhlən, xoş gəldin, gəl, bizdənsən. Yox, sən bizim qaydaları deyilsənsə, uyğun deyilsənsə, sən onda bizdən deyilsən. Bu günlər müsəlmanların halı bundan ibarətdir. Bölünüblər, hamısı hizbilərdir. Cürbəcür dəstələr, ona görə Allah Quranda deyir, Kullu hizbin bimə ledeyhim fərihun. Bütün deyir o partiyalar, o bölünənlər, hamısı özünün əlində olanla sevinir. Lakin bu nədir? Allahdan onları pisləməkdir, tərifləmək deyil. Çünki haqq bir dənədir. Allah Azze ve Celle onda başqa ayədə buyurur ki, Ələ innə hizballahi humul muflihun. Məgər deyir, Allahın dəstəsi onlar deyir, qələbə qazananlar deyilmi? Allahın dəstəsi kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri. Və onlardır nümunə bizə. Ona görə kim onların yolundan başqa bir yol axtararsa izzətlənmək üçün, kim onların qoyduğu qaydalardan cahil olub, başqa qaydalar uydurarsa özündən, vallahi o insanlar həlak olub. Və Peyğəmbər sallallahu aleyhi ve sellem müjdəliyib onları cəhənnəmlə. Hətta bidət əhli olsalar da belə, müjdələniblər. Və sonra Rəbbimiz buyurur ki, Əl-ləzīnə izə əsabəthum musibətun qalu inna lillahi və inna ileyhi raciun. O kəslər ki, deyir, onlara müsibət baş verdiyində deyərlər ki, həqiqətən biz Allahdanıq, yəni qul olaraq, mülk olaraq. Nə müsibət baş versə möminə, o bunu deməlidir. Həqiqətən biz Allahdanıq, yəni biz, çünki nə deməkdir həqiqətən biz Allahdanıq? Allahdan gəlmişik. Biz hamımız Allahın quluyuq. Və həmçinin biz hamımız Allahın mülküyük. Hər bir kəs, evladlar, zövcə, özün, hamısı tək-bətək Allahın quludur. Hər biri tək-bətək Allahın mülküdür. Allah öz mülkündə nə istəyir, onu eləyir. Və inna ileyhi raciun. Yəni biz ona dönəcəyik harda? Fil axirə.
ahirette. Ulaike aleyhim salavatun min rabbihim ve rahme. Kim bu cürə iman gətirərsə Allaha, hə? Uca Allah növbəti ayədə buyurur ki, onlar deyir, yəni ulaikə, yəni bu sifətə sahib olanlar, yəni bilənlər ki, bu bəlalar Allahdandır və ona səbr edirlər və sonra deyirlər ki, müsibət baş verəndə innə lillahi və innə ileyhi raciun. Bir müsibət baş verəndə deyir ki, innə lillahi və innə ileyhi raciun da başın yarır, sinəsin yarır, üzün cırır, saçın yonur. Yox, xeyr. Deyir, innə lillahi və innə ileyhi raciun. Həqiqətən biz Allahdan gəlmişik. Hər birimiz onun mülkü, onun quluyuq. Və innə ileyhi raciun. Həqiqətən biz ona dönəcəyik ahirətdə. Və kimdir bu sifətlərə sahibdirsə, Rəbbimiz növbəti ayədə buyurur, Ulaikə aleyhim salavatun min rabbihim və rahmə. Deyir, onların deyir, üzərinə Rəbləri tərəfdən salavat və rəhmət vardır. Salavat, ey rahmə. Salavat sözü özü də nədir? Yəni rəhmət. Allahdan deyir, onlara rəhmət vardır. Fə innə salati minəllahir rahmə. Allahdan olan sala rəhmətdir. Yəni Allah öz qullarına rəhmət bəxş edir, rəhm edir. Və buyurur ki, وَالرَّحْمَةُ ذَكَرَهَا اللّٰهُ تَأْكِيدًا. Və ikinci rəhmət sözü isə açıq aydında gəldiyinə görə o birincini neynir? Gücləndirir. Yəni salavat sözü Allahdan nədir? Rəhmət mənasını verir. Məsələn, sən deyirsən ki, Allahümmə salli və səllim və bərik alə nəbiyyinə Muhammed. Allahım deyirsən, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemə, hə? Allahın salatı və salamı olsun. Salat nədir Allahdan Peyğəmbərə? Yəni rəhməti olsun. Peyğəmbər deyildikdə, yəni məqsəd orada qəsd olunur, Peyğəmbər sallallahu aleyhi ve sellem və onun ümməti. Əhl-i beyti və sahabələri və ümməti. Ta qiyamət saatına qədər. Ona görə o Peyğəmbər sallallahu aleyhi ve sellem salavat deməyin əcri böyüdür. Allahümmə salli və səllim alə nəbiyyinə Muhammed. Allahın Peyğəmbərimiz Muhammedə salat və salam deginən. Yəni salat, yəni rəhmət deginən və səlam, yəni salamımızı çatdır. Eləcə də həmçinin salamatlıq et. Yəni Muhammed sallallahu aleyhi ve sellemə və onun ümmətinə. Ona görə bu Peyğəmbər sallallahu aleyhi ve sellem salavat deməyin əcri böyüdür. Və ən gözəl zikirlərdən biridir. Hətta sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi ve sellemə deyir ki, zikir soruşanda Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mənə deyir salat və salam deginən. Deyir, ya Rasulullah, mən bütün günümü deyir, ancaq sənə salat və salam desəm, necə olar? Deyir, Rəbbin deyir, sənin bütün çətinliklərindən sənə çıxış yolu verər. Subhanallah. Deyir ki, Allahümmə salli və səllim alə nəbiyyinə Muhammed. Allahümmə salli və səllim alə nəbiyyinə Muhammed. Aydındır. Və yaxud da salat-ül İbrahimiyyə. Necə ki, təşəhhüdə oxuyursan sən onu. Allahümmə salli alə nəbiyyinə Muhammedin və alə ali Muhammed. Kəmə salleytə alə İbrahim və alə ali İbrahim. İnnəkə hamidun məcid. Və barik alə Muhammedin və alə ali Muhammed. Kəmə barakdə alə İbrahim və alə ali İbrahim. İnnəkə hamidun məcid. Bu ən Peyğəmbər ən üstün olan salavatdır. Biraz baxmayaraq ki, uzundur. Və sonra buyurur ki, İmam Bəğəvi rahiməllah, وَالرَّحْمَةُ ذَكَرَ اللّٰهُ تَأْكِيدًا وَجَمِيعِ الصَّلَوَاتِ. Ey rahmetun bə'də rahmə. Yəni, rəhmətdən sonra həmçin rəhmətdir. Yəni, Allahın yəni salavat və rəhmət deməsi. Yəni, ikisi də rəhmət mənasındadır. Və uləkə humul muhtədun. Uca Allah buyurur ki, onlar deyir, hidayət yolunda olanlardır. Subhanallah. Fikir verin. Allah subhanə deyir? Onlara Rəbləri tərəfindən rəhmət üzərindən rəhmət vardır və onlar deyir, hidayət yolunda olanlardır. Yəni, iləl istircə və qilə iləl haqqı və savab. Yəni, onlar nədir? Hidayət yoluna, haqqa və düzgünə dönən insanlardır.
Həmçinin deyilib ki, onlar cənnətə və savaba sahib olanlardır. Və burada rəvayət gətirir İmam Bəğəvi rahimehullah Ömərdən. Ömər buyurur ki, radiyallahu anh, ni'məl ədlən və ni'mətil aləvətu vəl ədlən. As-salatu vəl-rəhmə vəl-aləvətu əl-hidayə. Yəni Ömər radiyallahu anh bu ayəni oxuyanda deyirdi ki, necə də gözəldir, yəni 2 dənə ədalət və necə də gözəldir o ucalıq. 2 ədalətdir nədir? As-salat vəl-rəhmə. Yəni Allahdan olan as-salat vəl-rəhmə ikisi də rəhmətdir. Rəhmət üzünə rəhmət. Yəni bu ümmət üçün. Kimlər üçün? Səbr edənlər. Səbr edənlər üçün. Bəlaların, müsibətlərin Allahdan gəlməsini etiqad edib ona səbr edənlər layiqi şəkildə. Onlar üçün nədir? Neymətlərdir bunlar. Və həmçə Ömər radiyallahu anh buyurur ki, Əl-aləvətu əl-hidayə. Ucalıq isədir nədir? O da hidayətdir. Ki Allah Azze və Cəllə onları hidayət edir. Haqqa yönəldir onları. Və növbəti ayə isə Rəbbimiz buyurur ki, İnnə safa vəl-mərvətə min şəairillah. Və bu ayədə qalsın gələn dərsimizə. Allah subhanətlə bizə işdə faydalan qullarına etsin. Subhanəkə Allahum həmdik. Və şəhədu ən la ilahə illə ənt. Estağfiruka və atubu ileyk.